Yayımı Baksel'in dəstəyi ilə izləyirsiniz. 2018-ci ildə Rusiyada təşkil olunacaq Dünya Çempionatının seçimi mərhələsi çərçivəsində Azərbaycan milli komandası növbəti oyununu keçirib. Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşan millimiz 0-4 hesabı ilə məğlub olub. Əfran İsmailovdan cinah ötürmələri çox təhlükəli olacaq bizim üçün, diqqətli olmaq lazımdır. Sayıq davranmaq lazımdır müdafiə xəttində və bu cür ək hücumlar bizə xeyir verə bilər. İndi sol tərəfdən komandamızın hücumu Ruslan Qurbanov. Cərmə meydançasında Şeydayev alınmadı zərbə. İki dəfə zərbə vurmaq istədi, ardından az qala rəqib futbolçunu zədələyəcəkdi. Çexiya-Norveç maçında meydan sahibləri hesabı açdılar. Oyunda heç şey olsa daha yaxşı olar. Təbii. McLaughlin, Conor McLaughlin. Qarşısında Qurbanov var idi. McLaughlin qapı qarşısında göndərməsi və kənardan toxundu. Yaxşı qurtardı, kənardan toxundu. Bu işi belə görünür, bu futbolçu yerinə yetirəcək sağ tərəfdən. Göndərdi, uzaqlaşdırdı. Başlayla top düz qapçı Kamranın üstünə gəldi və çətinlik çəkmədən götürür. Davis, yenidən Brandt. Brandtdan uzun diagonal. Macenis'in zərbəsi Kamran Ağayev. Bravo Kamran. Fərqlənir. Bugün onlara çox güc düşəcək. Macenis out atışını yerinə yetirdi. Zərbə və top qapıdan keçir. Təəssüf. 27-ci dəqiqədə Kyle Lafferty. Və Arif Daşdəmirov, belə deyək, ötürmənin qarşısını kəsməyə çalışacaq. Brandt topu göndərdi və bu da ikinci top. Standart vəziyyət. Qorxduğumuz başımıza gəlir. Pressing artırır meydan sahibləri. Rahid Əmirquliyev nəhayət tapdıq. Həmin o yolu tapdıq. Əfran İsmailov əla ötürmə zərbə lazımdır. Qapıya zərbə ama qapçı. Makkoverin. Çox təhlükəli gəlmişdi milli komandamız, ancaq təəssüf ki dərhal irəli göndərmə indi milli komandamızın hücumu. Əfran topu qəbul etdi. Əfran İsmailov cərimə meydançasına yaxınlaşır. Ötürməsini etdi Əfran İsmailov. Yılmaz. Zərbə olacaq. Zərbə top qapının üstündən keçir. Belə zərbə yox. Makkoverinin boyuna fikir verin. Norwood. Oliver Norwood topu qapı ilə göndərdi. 0. McLaughlin. Uzun ötürmə. Griggs istiqamətinə Steven Davis. Davis cərimə meydançasına yaxınlaşır, ancaq onu Hüseynov qarşıladı və 4-0. Yılmaz. Yenidən Əfran. Dimitri Nazarov. Nazarov cərimə meydançası göndərmə. Mükəmməl ötürmə. Ağabala Ramazanov tamamlaya bilmir. Bunun istiqamətini dəyişərək uzaq küncə yönləndirmək istəyirdi. Yəqin bunu fikirləşmişdi, ancaq olmadı. Bu da son. Komandamız qrupda ilk məğlubiyyətini alır.